Baxın, bu genetik laxtalama nə deməkdir? Pasient gəlir deyir, həkim, bu mənim analizim, burada laxtalama çıxıb, koaqulogramma baxdırır, məsələn, laxtalamanın müddətini falan. Hər şey normaldır, normal çıxıbdır. Amma biz pasiyentə deyirik ki, bu önəmli deyil. Hamiləlikdə bizə genetik laxtalama lazımdır. Trombofil panel dediyimiz panelə baxırıq. O pasiyentdə genetik laxtalanmada bir mutasyon varmı, ona baxırıq. Bu elə bir testdir ki, qanla verilən bir testdir. Yəni, maliyyəti biraz yüksək olan testdir. Ona görə hamıya məsləhət görə bilmirik. Yəni, hamının baxmasının əslində heç bir zərər ziyanı yoxdur, bunu deyim. Sadəcə maliyyəti açısından biz hamıya bu testi məsləhət görə bilmərik. Əgər pasiyentdə təkrar inkişafdan qalmalar, ya da ki, hamiləliyin ağırlaşmaları, cift qopmaları, geç həftələrdə anne bətnində ölümlər varsa, bəli, bu pasiyentə bu məsləhət görülə bilər. Ya da biz sorğuluyuruq. Sizin ailənizdə, anada, atada gənc yaşda keçirilmiş tromboz anamnezləri, infarkt, beyində tromb, ya da ki, ayaqlarda tromb, dərin beyin trombları, belə bir anamnez varmı, sorğuluyuruq. Pasiyent deyir ki, mənim daha öncə inkişafdan qalmış dok hamiləliklərim var, ailəmdə bu şikayətlər varsa, bəli, biz onlara trombofil paneli istəyirik. Bu panelə baxdıqdan sonra biz genetikanı yenə dəyişə bilmirik. Ondan özəl bir müalicə verib ki, səni düzəldim, yox. Sadəcə pasiyent hamilə olanda, ya da riskli bir durumda, məsələn, əməliyyata girirsə, ya da 50 yaş üstü bilirsinizdə tromb riski artır. Bu pasiyentlərdə hamilə vaxtı hər hansı bir əməliyyat olursa, ya da heç hamilə deyil, əməliyyat olur, bir də 50 yaş üstü, bəli, laxtalamaya qarşı müalicə verilməlidir ki, ağrılaşmalar olmasın.